Hər birinizi salamlayıram. Bugün biabırçılığın 7-ci hissəsi ilə qarşınızdayım. Keçdik videoya. Azərbaycanda ən güclü qadın kimdir? Nənəm. Nəyə görə? Cavanlıqda iştankist olub. Sonra 3-4 dəfə babam traktoru düzəldəndə kömək eləyib ona Dankrat yerinə. Dankrat olmayıb da o vaxtı rayonda. Qaqaş ürəklə danışır, əsl. Bizim əslimiz Əli bir Bakılıdır. Prosta rayona qonaq getmişdilər. Balıq tutmağa. İnandım qaqaşa. Arazdan. Sonra neysə Araz dedi ki lazımdır zad o yan bu yan. Hələ Allah rəhmət etsin. Kərimən var idi qonşumuz. Onun da arvadı güclü arvadı idi. Amma biz fiziki cəhətdən danışmırıq. Yo mən danışıram. Bildim bizim sualımız fiziki cəhətdən deyil. Hə, nədən beyindən? İradə cəhətdən. Həya iradə qonşumuz da o da güclü arvaddır belə. Tort bişirir. Bu qədər. Sual vermək istəyirəm ki, o vaxtki Zaur Kamalla bugünkü Zaur Kamal arasında bir fərq var, yoxsa elə Zaur Kamal həmənki Zaur Kamal? İndi yanı balalıdır da. Düz sözə nə deyəsən? Düzün dedi də fərqi odur. Deməli, satdıq 4 aylıq ekskavator balası var. Süddən təzə ayılıb. Bütün peyvəndləri olunub. Qiymət 400 manat. Nəsə xəstəliyi var ki, qaqaş bunu satır. Özü də ucuz qiyməti satır. Axşam məni saldıranda, Aslan bir sözü Estağfurullah. xatirəsi var idi orada. Hara saldılar səni? Otelə salanda. Otelə. Saldıranda Aslan dərindən nəfəs aldı. Ah çəkdi. Çünki o oteldə xatirələri var idi. Allah inandırsınız. Nə danışır bu? Zaur şübhələndi. Dağlarda gəzən oğlan. Ay canım. Sürətə bax, 1.8 motor mən verə bilmirdim. Özü də tullana qaçır. Gedir gəzər, hə? Ay yavaş yavaş dənizə düşəsən. Dəniz var. Ay! Yoruldu ya. Oy. Baba get ancaq VSB-dən sür, yaxşı? Axşama Bu kimi. qaqaş rahat 100 kilo var. Hə, axşama kimi sürürsən. Danışa bilmir, Təzə Türkiyədən gələn ustalarımızdır bunlar. Kimin işi olsa xəbər eləyə bilər. Su bağdır, hörgüdür, beton işidir. Avand olsun ustalar işi. İbrahim, Aha. İbrahim, Bəli. İbrahim, mən eşidirsən? Ay oğlan, Buyur. İbrahim vecinə dalmır, səndən yana gözümün yaşını tökdüm ha. Heç halalıq vermirəm sənə. Olsun. Eşitdin? Sənin kimi fırıldaqçıları çox görmüşəm. Bununla bunu evləndiriblər. Bu doğulub. Oy, karandaşla yazıblar. Elə bir qara karandaşla eləyiblər. Köhnə binadır. Neçə vaxtlardır deyirlər ki, burada ruhlar yadlar var. İndi içəri baxmağa çalışacağıq, görək içəridə nə var. Göndərin videonu Rəşada getsin. Gördünüz ki, sizdə də işıq çox yazır. Xaldenli, kondisioner, televizor. Baxın, mən eləmişəm indi. Hələ ki, sınaq müddətindədir, hələ ki, işlədirəm. Gördünüz ki, çox yazır, qardaş. Götürün bunu içindən. Aparatı götürün, atın. Bunları da promo qoşun, sizə daha yazmayacaq. Aparatı götürüm gəlir. Mırtdaşır Allah özümün. Sevdiği qıza görə görün nə etdi. Baxaq görüm nədir. Qaqaş nokta. Sındıracaq qaqaş divanı indi. Səbi diyor. Ola mən də bir uşağıyam. Mən də bir uşağıyam. İt başa düşdü. Camaat gözünüz başınız aydın olsun. Təzə iPhone lapatkalarımızdan. iPhone lapatkamızdan çıxdı. Xeyirli olsun qaqa. Qiyməti neçəyə deyirəsən? Canlı deyil. Yo yo. Gəlimizin adı nədir? Bu canım. Gəlin adı. Günül. Günül. Ay. Heyecandan gəlinin adını da yaddan çıxarıb. Papa, Hə, pa. mən 5 manat ver də, nə olar? Hə? 4 manat. Neyirsə 3 manat. Allah 2 manat 1 manat versin. Ondan verməsəydi yaxşı idi. Uşaq peşman oldu ya ağzını açdığına görə. Ayda ildə bir dəfə mənə hədiyyə gəlmişdir. Baxaq görüm nə hədiyyədir. Birdən nəsə olar, belə risk edirəm, açıram, düz demirəm.
Risk eləməsin o zaman. Atma. Görmək istəmirəm. Kişi qorxmadı. Halal olsun. Halal olsun. Vallahi. Çarəsizlik. Oğlan qorxdu can. Bismillah ilə, bismillah ilə, bismillah ilə. O gün bir baba yaqa mən necə qorxuzub. Öldüm ağzıma gəldi. Adamı lafdan elə zarafat eləyərlər. Təzəli... Dayı fəxr elədik özü ilə. Mən də kimsə qorxuda bilirəm. Sən evini neçəyə satmışsın? Respublika prokuroru, Daxili İşlər Naziri. Mən bunu güclə gətirmişəm Azərbaycana. Kətdəki evi neçəyə satmışsın? Kişi vecinə dalmır evet. Kətdəyi... Adınız nədir? Üzr istəyirəm. Qətibə. Qətibə xanım. Önəmli yoxdur. Nə yoxdur? Üzr istəyirəm Zahir müəllim. Bunlar narkotiklə məşğuldular. Ayşə, yaxşı görək sən Allah. Bu kişi əsl işverəndir. Bizə olan dostumu əsəbləşdirərəm. İlkin yığır. Ha, nə olub qaqa? Kim görək? Hüsam nə olub? Buna bak, video. Oy. Bir damcı əsəbləşdi, biraz. Məni güldür 100 manat qazan verilişində bir xalanın çətin anları. Ürəyiniz nə istəyir eləyin. Başlayaq. Bax getsin. Getdi. Yəni başqa bir yuduqlamam olar. Çox əlləşməyə güldürə bilməzsən. Yəni səs də çıxarda bilərsən. 2 hours later. Yəni bu geri oldu ama. 100 manata görə bu qədər əziyyət heç dəyməzdi yəni. Arıqlama çaylarına pul verməyin. Bu videodan sonra bir dəri, bir sümük qalacaqsınız. Səni sevmək istəyirəm. Kanala təzə gəlmisiniz cavanlar. Sağ ol. 200.000 dolları bir yerdə görmüsünüzmü? Heç vaxt. Mən ümumiyyətcə toyda da pulları görmürəm. Hamısını Kənan görür. Röya xanım, Bakıda neçə ev? Deyə bilmərəm. Zahir öyrətir oğluna yavaş-yavaş. Sağ ol, o sualların cavabına. Taktikaları öyrətir. Az ayıbdır deyə bilmərəm. Aha, keç o bir suallara. Belə bir texnologiya heç kimin ağlına gələ bilməz. Hər gün bu tipli videolar paylaşırıq. Çox maraqlı videolarımız olacaq. Yəni abunədə qalın. Əgər abunə olmamısınızsa kanalımıza abunə olmağı unutmayın. Sağ olun.